Gördünüz ki dostlar, mən bu maşını qəşəng elədim. Kraskaya vurdurdum, qəşəng belə dizaynlar elədim. Pulum var idi. İndi qalıb 5 manat pulum. İndi düşünürəm ikinci bölümdə dedim daha çox qəşəng iş bilirəm. Trafikdə. Maşından gələcək, mənə pul verib keçəcək də. Elə bir ölkəyə giriş. Elə bir iş danışmışam özüm üçün. Gedirəm indi o işi eləməyə. İşə girməyə. Görürsə yavaş-yavaş çatdım deyə qabaqdakı yerdə. O işdə 50 qəpik, 50 qəpik 1 manat qazanmam. Maşınımı gedib qabaqda park edəcəm. İşləyəcəm, pul yığacam. Görürsə maşını saxla. Gəlirlər yavaş-yavaş. Özü yavaş-yavaş gəlirlər dostlar. Gəlib işləyim, bu qazanım mən. Pul qazanım valla. 50 qəpik qazandım. 50 qəpik, 50 qəpik. Qazanlam da elə yığa-yığa pul yığacam. O əsək gəlir. Bir telefonumu açım. Alo, kimdir? Salam. Mən bilinməyən nömrəyəm. Və sizə atdığım konuma gəlin. Əgər bu iş var, əgər bu işi eləsiz, sizə maşın hədiyyə edəcəm. Həqiqi konum atıb gəlirəm, Atıram konum. Konum gəldi. Xəritədə, harada? O yolla, arxada. Burada. Konum gəldi dostlar. Konum gəldi, indi gedəcəm konuma. Gedim konuma, görüm nə olacaq. Bax, gedim konuma, işimi işləyim. Şəhərdən çıxdım, yavaş-yavaş gedim, görüm nə olacaq. Dostlar, o qədər yol gedirəm. Dedim bir də nəsə alım yolda yiyərəm. Çox azmışam, neçə saatdir yol gedirəm. Gedim alım. Nəsə alım yiyəm deyə sular var, sular alım. Yemək də alım. Çatım ora, görüşərik. Dostlar, yavaş-yavaş çatıram. Körpük qalxmalıyam bir. Konuma çatmışım ya, konuma olur, gedəcəm. Aha, qabaqda. Nə işdə, nəsə qalıb götürəcəm. Salam, bu işdə işləyəcəm mən. Bu işdə işləyəsən. Əgər bu işi qəşəng, gözəl bitirsün, sənə maşın hədiyyə eləyəcəm. Yaxşı işləyirəm. Ondan mən getdim. Maşın gəlib məni götürəcək. İşin qutarandan sonra mən yığarsan, sən maşını göstərəcəm. Konum atacam, gedərsən. Yaxşı. Getdi, mən də işimi görürəm. Gedim maşını minim, torpağı töküb yerə. Axşam oldu. Mən işi qutarmışam. İndi maşını deyir ki, qalacaq. Burada özüm gəlib götürəcəm. İndi yığım deyim ki, işlədim. Alo. Qardaş, işi qutardım, mənim maşın hardadır, gedim götürə bilərəm. Konum atıram, konum atıb gedərsən. Konum. Allah, konum attı. Konum. Harda da bu konum? Allah, konum buradadır. Rasim Usta'nın işidir bura. Ayda tez gedim götürüm, tez gedim götürüb. Dostlar, konum buradadır, maşımı arxaya saxlamışam. Görüm hardadır maşın. Hansı maşındır bu? Bu maşın. Maşına bax. O maşındır bu. Nə gözəl maşındır bu. Nə gözəl maşındır. Mindim maşına. Onu qəşəng gedir. Dostlar, dedim gəlim deyə restoranda yiyibsik. Mən yiyib sənə qədər gecə olub ya. Gedim mən. Yaxşısı gedim. Pulda 40 manat masraf tutdu. Qaldı 5-10 manat pulum.
ki gedirəm benzinliyə atmağa yəni. İndi gəldim çatdım. Saxlayayım burada. Yattım mən. Sən işıq sındırım. Yattım. Dostlar, ikinci bölümdə getdik. Bizi bir nəfər çağırdı iş görən maşına. Bizə maşın verəcəkdi hədiyyə. Və biz o maşını aldıq qəşəng. Hədiyyəmiz oldu maşın. Və birinci bölümdə gördük ki, getdik iş tapdıq Rasim əmi falan. İndi isə belə təklif gəldi və qəşəng oldu. Mənim maşınım oldu. Pulsuz maşınım oldu. İndi gələn səfərlərdə inşallah evimdə olar. Bu videoya 13 beğen zəhmət olmasa 13 beğen atarsınız. 3-cü bölümdə görüşənəcək. Sağ olun, salamat qalın.